Salam dostlar. Bugün Minecraft Survival bölümü çəkirəm. Bu bölümdə Netherə getmək istəyirəm. Gördüyünüz kimi madəndəyim və dəmir tapdım. Və burada çox sevinirəm çünki yəni çətin bir olasılıqdır, ehtimallıdır ki, dəmir tapıram, amma imkansız da deyil. Və gəlirəm, burada lava görürəm. Tezdən qayıtdıqda görürəm ki, burada elmaslar var. Mən də şoka düşürəm. Gəlirəm, dəmirləri də qırıram. Sonra gedirəm özümə dəmirdən kazma eləməyə. Baxın, burada qoydum dəmirləri ərməyə. Burada dayandırıram ki, videonu sizə çox vaxt olmasın. Gəlirəm. İndi dəmirlə kazmamı elədim. Gəlib almazlarımı qazacağam. Dostlar, gördüyünüz kimi 3 almazımı qazdım. İndi də gəlirəm burada 4, 5, 5 almaz qazıram. Yox, 4 almaz qazıram. Bir də yer düşür. 8 almaz və 9 almazım oldu. 9 almaz ilə əslində mən gedib kazma eləməliydim. Ancaq nə edirəm, yadımdan çıxardıram ki, mən kazma eləməliydim. Sonradan getdikdə isə belə bir yer tapıram. Lava ilə dolu bir yerdir və burada da elmaz var idi. Bilmirəm necə mümkündür, amma yəni deyəsən bu versiyada belə bir şeylər mümkündür. Yəni bir dəfə görmüşdüm belə bir hadisə başqa bir yayıncıda. Amma yəni mən ilk dəfə görürəm. Gəldim, burada da almaz tapdım və buna görə sevindim. Çünki Netherə getmək artıq asanlaşmışdı. Burada suyun dolduracaqdım kovama, sonra gələcəkdim lavın üstünə suyu qoyub, qırıb toplayacaqdım, Nether eləyəcəm. Amma bu iş bu qədər asan oldu mu sizcə? Dostlar, gəldim, burada obsidian qurusu tapdım. Altında da dəmir tapdım. Gəldim, birinci dəmiri qırdım. Sonra da obsidianları qırdım. Sizə videonu tez keçdim. Obsidianlarla da getdim, nether portal elədim. Çakmaq tapdım. Sonra getdim Nether'a və dostlar, oyun sonlandı. Sağ olun, salamat qalın.